Deməli, dəyərli qardaşlar, tövhidin 3 qismi var. Elm əhli buyurur ki, tövhid 3 qismə bölünür. Rububiyyə tövhidi, uluhiyyə tövhidi və isim və sifətlər tövhidi. Və bu 3 qismin də dəlili elə Quran-ı Kərimdə Məryəm surəsi 65-ci ayədadır. Allah Teala buyurur ki, Rabbus semavati vel ard fa'buduhu vastabir li ibadati hal ta'lamu lahu samiyya. Bu ayədən birinci qismə dəlil Rabbus semavati vel ard, yerlərin və göylərin Rəbbi. Fa'buduhu vastabir li ibadati. Ona ibadət elə və ona ibadətdə səbirli ol. Uluhiyyə tövhidinin dəlilidir. Yəni tək ona ibadət elə və ibadətdə səbirli ol. Həl ta'lamu lahu samiyya. Heç ona bir oxşar, tay, bərabər tanıyırsanmı? Varmı Allahdan qeyri? Allah kimi gözəl, uca isim və sifətləri olan əlbəttə ki, yoxdur. Deməli, tövhidin 3 qismi var. Rububiyyə, uluhiyyə və isim və sifətlər tövhidi. Deməli, rububiyyə qısa olaraq nə deməkdir? Allahın feillərində Allahı təkləşdirmək. Yəni, etiqad etmək ki, yaradan, həyat verən, yəni həyat alan, yəni öldürən, ruzulandıran, bütün kainatı idarə edən tək Allahdır. Uluhiyyə tövhidinin mənası, yəni qul öz feillərində Allahı təkləşdirib, heç bir şey ona şərik qoşmur. Nə göndərilmiş bir peyğəmbəri, nə də yaxın bir mələyi Allah Teala heç bir şey ortaq qoşmur. İsim və sifətlər tövhidinin mənası, yəni qısa olaraq, Allah özü üçün Quran-ı Kərimdə və Peyğəmbər sallallahu aleyhi və səlləm Allah üçün öz sünnəsində nəyi deyib, isim və sifətlərdən təsdiqləyiblərsə, deyiblərsə, biz də isbat edib təsdiqləyirik. İnkar etmədən, mənasını yozmadan, keyfiyyət vermədən və bir misal çəkmədən. Bax, qısa olaraq belə.